Arzusu yaxın günlərdə Konstitusiya Məhkəməsinə 3 müxalifət partiyasının qadağan edilməsi tələbi ilə iddia qaldıracaq. İddiaya cavab olaraq Milli Hərəkat hüquqi mübarizə elan edir. Gürcüstan Naminə Qaxarya partiyası üzvlərinin Gürcü Arzusunun Lelonu hansı əsasla iddiaya daxil etdiyini anlamadığını, Lelo partiyası ilə həmrəyliyini bildirir. Girçi partiyasına gəldikdə isə onlar hesab edirlər ki, siyasi partiyanın qadağan edilməsi söz azadlığına qoyulan qadağadır. Hakim partiyanın fikrincə Gürcüstanda siyasi sahə zədələnib və bu sahə təmizlənməlidir. İddiaya görə qadağan Milli Hərəkata, Axali partiyasını və Leloya şamil ediləcək. Gürcü Arzusu Parlamenti Müvəqqəti İstintaq Komissiyası tərəfindən hazırlanmış 500 səhifəlik rəylə tələbi dəstəkləyir. Baş nazir televiziya şirkətlərindən birində efirdə konstitusiya iddiası barədə danışıb. İraklik Obaxicə bildirib ki, Gürcü Arzusu partiyası hər dəfə Gürcü xalqından mandat alıb. Lakin bu kifayət deyil. Əsas məsələ ölkənin maraqlarının qorunmasıdır. Baş nazirin sözlərinə görə seçkilərdə qələbə nəticə etibarilə hakim komandaya ölkədə tam hüquqlu siyasi demokratik sistem qorumaq imkanı vermir və konstitusiya iddiası hazırlanarkən bu məsuliyyət nəzərə alınıb. Gürcüstan hökuməti ayinin sanksiyalar üzrə xüsusi nümayəndəsi David O'Sullivan'dan ən yüksək səviyyədə ifadə edilən öhdəliklərə və ayinin Rusiyaya qarşı sanksiyalarından yayınmanın qarşısını almaq üçün artıq atılan addımlara görə Gürcüstan hökumətinə təşəkkür edən məktub alıb. Məktub Gürcüstan Xarici İşlər Nazirliyi tərəfindən paylanıb. Avropa Komissiyasının Maliyyə Sabitliyi, Maliyyə Xidmətləri və Kapital Bazarları Birliyinin Jake O'Sullivan tərəfindən imzalanmış baş direktorluğunun məktubunda da Gürcüstan hökumətinin sanksiyalardan yayınma ilə bağlı məsələləri müzakirə etmək üçün davamlı hazırlığı vurğulanır. Hakim komanda məktuba cavab verərək bildirir ki, bu bəyanat Gürcüstanda sanksiyalardan yayınma fürsətinin heç vaxt olmadığına dair ilk müsbət qiymətləndirmə deyil. Gürcüstan Özbəkistanda ilk dəfə keçirilən UNESCO Baş Konfransının sessiyasında iştirak edir. Tədbirə Səmərqand şəhəri ev sahibliyi edir. Sessiyanın gündəliyini mədəni irsin qorunması və saxlanması məsələlərinin müzakirəsi daxildir. Gürcüstan nümayəndə heyəti tədbirə Xarici İşlər Nazirinin rəhbərliyi ilə iştirak edir. Maka Boçorişvili sabah konfrans çərçivəsində iştirakçılara müraciət edəcək. Sessiya ilə paralel olaraq davam edən sərgidə Gürcüstan stendi və pavilyonu da təqdim olunacaq. Sərgidə qonaqlara Gürcüstan mədəni irsi və qeyri-maddi mədəni irs abidələri, o cümlədən küpə şərabçılığı ənənələri və Gürcü polifonik musiqisi təqdim olunacaq. Çıxetam TNT dövlət müvəkkili Aleksandre Zaqaşvili və regional nümayəndə Dimitri Xundacə bölgədəki bələdiyyələrin yeni seçilmiş merlərini təqdim etdilər. Görüşlərdə Mçxeta Duşeti TNT və Qazbegi bələdiyyələrinin merlərinin işçiləri və struktur bölmələrinin rəhbərləri iştirak etdilər. Hökumət nümayəndələri yeni seçilmiş merlərə uğurlar arzuladılar və gələcək perspektivlər barədə danışdılar. Diqqət həmçinin prioritetlərə və əlaqələndirilmiş işin vacibliyinə yönəldildi. Gürcüstanın müxtəlif bölgələrindəki məktəblərdə media savadlığı günü qeyd edildi. Layihə UNESCO-nun Media və İnformasiya Savadlığı proqramı çərçivəsində Kommunikasiya Komissiyası tərəfindən təşkil edildi və bu proqram yeniyetmələr arasında tənqidi düşüncənin inkişafına və media savadlığı və süni intellekt haqqında məlumatlılığın artırılmasına xidmət edirdi. Layihə çərçivəsində ibtidai və yuxarı sinif şagirdləri müxtəlif fəaliyyətlərdə iştirak etdilər. Kommunikasiya Komissiyası həmçinin media savadlılığının rolu ilə bağlı məlumatlandırma görüşü keçirdi.